Mingəçevirdə yeniyetmə kanalda batıb. Doğru Xəbər Azərbaycan bildirir ki, şəhər sakini 14 yaşlı Nicat Şərifzadə Qarabağ kanalının Mingəçevir şəhərindən keçən hissəsində boğulub. Hazırda onun meyidinin tapılması istiqamətində axtarış xilasetmə tədbirləri həyata keçirilir. Axtarışlara aidiyyatı qurumların qüvvələri cəlb olunub, əlavə məlumatlar veriləcək. Bakının Buzovna qəsəbəsində dəhşətli yol nəqliyyat hadisəsi baş verib. Avqustun 4-nə keçən gecə saat 01 radələrində Zoğulba şosesinin Buzovna ərazisindən keçən hissəsində Elmir Qismətoğlu Həsənovun idarə etdiyi Opel markalı 01CO 753 dövlət nömrə nişanlı avtomobil Tural Əkbəroğlu Tağıyevin sürdüyü Volvo markalı 67CA 837 dövlət nömrə nişanlı yük avtomobilinə çırpılıb. Hadisə nəticəsində Həsənov həyatını itirib. Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır. Süleyman Rüstəm adına xarici dillər təmayüllü gimnaziyanın 9-cu sinif şagirdi vəfat edib. Bu barədə gimnaziyanın sosial şəbəkə hesabında məlumat yayılıb. Bildirilib ki, 9-cu sinif şagirdi Qasımov Kənan Farizoğlu dünyasını dəyişib. Kənan məktəbimizin ən fəal şagirdlərindən, şagird təşkilatımızın və teatr dərnəyimizin aktiv üzvlərindən, gimnaziyanın sosial şəbəkə hesablarının və elektron səhifəsinin idarəçilərindən idi. Kənan buraxılış imtahanlarında və məktəb dərslərində də yüksək nəticə göstərmişdi deyə məlumatda qeyd olunub. Tovuzda piyadanın vurulması ilə nəticələnən ağır qəza olub. Hadisə rayon ərazisində qeyd alınıb. Belə ki, 1962-ci il təvəllüdlü Gülxanım İsmailovanı avtomobil vurub. Qadın müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb. İlkin məlumata görə 64 yaşlı qadının vəziyyəti ağırdır. Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Baş vermiş faktla bağlı araşdırma işləri həyata keçirilir. Milli Məclisin deputatı Səyyad Salahlıya çox ağır itki üz verib. Belə ki, ötən gün deputatın qardaşı Elçay Salahlı vəfat edib. 55 yaşlı Elçay Salahlının ürək tutmadan öldüyü açıqlanıb. Qeyd edək ki, mərhum vaxtilə hüquq mühafizə orqanlarında çalışıb. Xatırladaq ki, ilk məlumatı Moderna saytı yayıb.